Barış səsi. Durna ile qurbağanın dostluğu. Biri var idi, biri yox idi. Günlərin birində bir durna çöldən su içirdi. Bu vaxt çöldə yaşayan qurbağa sudan çıxıb dedi: Qur, durna qardaş, gəl dost olaq. Durna dedi: Ay qurbağa, qorxuram bizim dostluğumuz baş tutmaya. Çünki sən suyun dibində yaşayırsan, mən isə göyün 7-ci qatında. Mən sənə qonaq gəlsəm, boğulub ölərəm. Sənin də qanadın yoxdur ki, göylərə uçub mənimlə yoldaşlıq edəsən. Görəsən durna ilə qurbağa dost ola bildilər, yoxsa yox? Bu nağılın davamını oxumaq istəsəz, bu kitab və başqa uşaq kitablarını barışsəsi.com-dan ala bilərsiniz. Bu kitab Dənizin Yayım evində nəşr olubdu və 7 yaşdan yuxarı uşaqlar üçün münasibdir.